Salam əziz xanımlar, mən bugün deməli hansı xanımlara müraciət edirəm? Ailə üzvlərində allergiyası olan, özünün, evladlarının, ailə üzvlərinin hər hansı birinin allergiyası varsa, həmin xanımlara müraciət edirəm, həmin insanlara müraciət edirəm. Deməli, bilirəm ki, antiallergik məhsullar qiymətli o qədər də münasib olmur. Bunu hər adam ala bilmir. Yəni bəlkə də normalda insanlar bəzən kimyəvi tərkibli məhsul istifadə edəndə bunu o qədər də fərqinə varmırlar. Ancaq allergiyası olan insanlar bundan çox əziyyət çəkir. Bəzi məhsullardan həqiqətən də qab şampunu, yuyucu vasitələrdir. Bunların tərkibində kimyəvi maddələr olduğu üçün allergiyası olan insanlar bundan əziyyət çəkirlər. Mən sizə həm münasib qiymət, həm yüksək keyfiyyət, həm də antiallergik olan Faberlikin təmizlik vasitələrini məsləhət görürəm. İstəyirəm ki, bunu həqiqətən də bu çətinliyi yaşayan xanımlar alıb istifadə eləsinlər, yoxlasınlar, sınaqdan keçirsinlər. Baxın, burada görürsünüz, Faberlikin belə qab şampunu var. 500 ml-dir xanımlar. Deməli, tərkibi tamam 100% təbii tərkibli məhsuldur. Rahatlıqla alıb evdə istifadə edə bilərsiniz. Qiymətləri də o qədər münasibdir ki, inanın, çətinlik çəkməyəcəksiniz. Çünki Faberlik məhsullar istehsal edəndə bütün qrupdan insanları nəzərə alıbdır. Yəni, bir alan ikinci dəfə almamaq kimi bir problem yaşamır. Bəzi firmalarda bilirik ki, qiymətlər çox yüksək olur. Bir dəfə alanda ikinci dəfə ala bilmirsən. Ancaq Faberlik şirkətini tanımayanda məlumat istəsəniz sizə deməli nömrə qoyuram. Nömrəm də daim aktivdir, yazıb hər tərəfli məlumat ala bilərsiniz. Bu məhsullar tamamilə təmiz tərkibli məhsullardır. Baxın, bunu məndən bir xanım deməli öz oğlu, balaca oğlu allergik uşaq olduğu üçün o artıq Faberlikin yuyucu vasitələrini istifadə eləyir. Evladının sağlamlığını düşündüyü üçün. Mən də inanıram ki, hər bir ana, hər bir valideyn, həm evladının, həm başqa ailə üzvlərinin sağlamlığını düşünən xanımlar mütləq və mütləq bu seriyalara, bu məhsullara müraciət edin, yoxlayın. Əminəm ki, razı qalacaqsınız. Ətraflı məlumat üçün isə müraciət edə bilərsiniz. İzlədiyiniz üçün çox sağ olun.